Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya vel murselin seyyid Muhammedin ve ala alihi ve ashabihi ecmaîn ama ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleykümselam. Elhamdülillah arkadaşlar, bugün 11. gündür artık iftar. Elhamdülillah, Allah'a hamd olsun ki bugünü de tuttuk. Tam bitirdik, pozmadık elhamdülillah, çalıştık. İbadetimiz kamil olsun, bozulmasın. Ve bu her bir ibadete ait. Her defa Müslüman her bir ibadeti çalışmalıdır. Evvelden sonacan necə lazım da olsun. Pozmasın, azaltmasın. Ne gelip onu eləsin. Əsas da əməldə nədir? Birinci qəlbə əməl, o da ixlas. İkinci de zahiri əməl, o da Peyğəmbər sallallahu aleyhi ve sellem necə eləyib o cür. Din budur. Çünkü qəlb mühümdür. Qəlb zahirlə uyğun gəlməlidir. Eyni olmalıdır. Yox, qəlb başqadırsa, zahir başqa işlə. Allah dərgahında onun qiyməti yoxdur. Eğer sen istənsən, Allah dərgahında əməlin qiymətli olsun, sayılsın, Allah sevsin səni, qəbul etsin. Gerək qəlblə zahir eyni olmalıdır. Ona görə qəlbə əməl nədir? İxlas. Hər bir ibadətdə ixlas olmalıdır. İxlasın əksi nədir? Riya. Riya ibadəti pozur. İptal da, batil de edir. Ona göre İslam riyanı xoşlamır. İslam xoşlayır təmizliyi. Daxilən təmizliyi, həmçinin zahirən təmizliyi. Eğer ümumən əhkamlarına fikir versə, təmizliyi xoşlayır. Lakin ən birinci daxili təmizlik. Ona göre qardaşlar, elhamdülillah bu ay, bu əməl hamısı fəzilətdir. Və bizə ən birinci Allahla ixlaslı olmağı öğretir bu əməl. Çünkü orucluq, qardaşlar, orucluq elə ibadətdir ki, başqalarının içində seçilir ibadətlərdə. Ona görə İmam Əhməd deyir ki, orucluqda riya yoxdur. Çünkü sen mesela girib evə yiyib içə bilərsən. Lakin cəmaatı arasında necə sən yiyib içmirsən, evdə də yiyib içmirsən. Yani orucluqda riya yoxdur. Neyse özü göstermeyi vesaire. Yani oruçluk bize bunu öğretir. Yani böyük məktəblər, biz böyük bir məktəb değil, bir aylıq. Ən birinci əməllərindən bize öğretir, əməllərimizin Allah üçün eləməyi. Həmçinin yani bizi öğreden məsələlərdən də biri səbirdir. Səbir mühümdür. Her bir şeyde. Xüsusən dəvətdə. Səbir Allah Subhanahu taala adlarından biridir. Və səbrin mənası nədir? Ərəb dilində yəni həbs eləyirsən nəfsivi həbs eləmək, dözmək. Və ona görə Allah Subhanahu taala səbr edənləri sevir. Allah Subhanahu taala deyir, o səbr edənlərdendir. Ve Allah səbirə fikir versə, səbir üç qismdir, necə alimlər buyurur. Allahın qədərinə səbir eləmək, itaətdə səbir eləmək, asiliyə səbir eləmək, yəni günahları səbir eləmək. Bunlar mühümdür. Onlardan da biri nədir? İtaətdə səbir eləmək. Çünkü itaat eləmək də asan değil. Dünya zinətləri çoxdur. Şəhvət çoxdur. Azdırmaq çoxdur. Ola ki, sən nə edirsən? İtaətə səbir edirsən. Nəfsi boğursan, gedmirsən harama. İtaət edirsən, ibadət edirsən. Bizə dərsdə oturursan, iftarda oturursan, namazlarda oturursan, gözləyirsən o birisi namazı.
Bu səbirə ehtiyac var. Səbir olmasa heç nə. Eləyə bilməyəcəksən bunları. Dəvət səbirə ehtiyac var. Allah Teala buyurur ki: "Və asri innel insane lefi khusr illellezine amenu ve amilus salihat ve tevasav bil hakki ve tevasav bis sabr." Allah Subhanahu taala buyurur, bütün insanlar xəsarət içindədir. İstisna kimlərdir? 4 nəfər. 4 qism, 4 sifətdə olan insan. 4 sifətdə. Onlar ki, iman gətirdilər, salih əməl sahibləri oldular, haqqı tövsiyə etdilər bir-birlərinə və səbri tövsiyə elədilər bir-birlərinə. Ona görə səbir mühümdür. Dəvətdə xüsusən, dəvətdə tələsmək olmaz. Sən fikirləşmə ki, sən dediyin hamısı qəbul edəcək. Elə şey olmur. Hətta peyğəmbərlərin olmadı. Peyğəmbərlər özü də bizi kimi dəvət eləmədilər ki. Biz ildə bir dəfə danışırıq. Nuh Aleyhisselamı Allah Teala vəsf edir onun dəvətini. Gecə gündüz deyir dəvət edir. Gecə gündüz. Nuh Aleyhisselam. Nuh Aleyhisselam da 950 il yaşayıb. O vaxt insanlar həm böyük idilər cismən, həm də həyatları uzun idi. Lakin get-gedə azalır və insanlar cılızlaşır. Hədisdə gəlib necə. Ona görə görmürsən, heyvanlar qabaq heyvanlar böyük idi. İndi get-gedə azalır, balacalaşır. İnsanlar da həmçinin. Ona görə qardaşlar, itaətə səbr eləmək vacibdir. Və itaətdə də səbir 3 qismdir.